həyat bilgisi keçirlər, texnologiya keçirlər, musiqi keçirlər, idman keçirlər, Azərbaycan dili, riyaziyyat, informatika, ingilis dili, bir də təsviri ingilis. Nə qədər? 7 dərs. Ay Allah, qurban olam öz vaxtımıza. 3 dənə dərs keçirdik və salam. Və Azərbaycan dili də var. İndi əlifbadır, yoxsa Azərbaycan dilidir birinci sinifdə? Həm əlifba, həm də ki, Azərbaycan dili. Məsələn, indi mən bunu adi öz təcrübəmlə deyirəm. Bizim vaxtımızda, bundan öncəki verilişlərdə də yadınızdadırsa dedim. Tutu, topu, tut, tutu, topu, tutdu. Bundan sonra 70 yaşında da o vaxtı öyrəndiklərindən əlifbada nə yadında qalıbsa, mən onların çoxunu əzbərləyə bilərəm. Amma bugün ibtidai sinifdə oxuyan uşağa 10 il sonra soruşsan ki, nə yadında qalıb? Deyəcək, valla o qədər qatma qarışıq idi ki, mən heç nəyi xatırlamıram. Amma biz o vaxt öyrəndiyimiz şeirləri də indi əzbər bilirik. O vaxt öyrəndiyimiz çox nağılları da indi əzbər bilirik. Hərfləri bizə hansı şəkillərlə göstərirdilər ki, bizim yaddaşımıza həkk olunsun, onları da indi soruşan olsa, əksəriyyətimiz xatırlayırıq. Çünki bizdə aşırı dərs yükü yox idi. Bizim sumkamızı anamız aparmırdı məktəbə. Özümüz qaldıra bilirdik də. 2 kitab qoyurduq, 2 dənə dəftər, bir də gündəlik qoyurduq. İndi iş dəftəri, bekarçılıq dəftəri, işdən sonra dəftəri, işdən əvvəl dəftəri. Ay başva dönüm, bu uşağın, bir ibtidai sinif uşağının nə qədər dərs ləvazimatı ola bilər?